إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Allah Teala öz bəndələrinə xeyirləri nemət olaraq bəxş edir və onlar üçün bərəkət qapılarını açır və yaxşı əməlləri yerinə yetirməyə yardım edir. Yəni Allah Teala özü özlüyündə həmdə layiqdir, xeyirlər onun əlindədir və şər ona nisbət olunmur, ona aid deyil və Allah Teala'nın bəxş elədiyi hər bir nemətə görə ona şükr edir. Və Allah Teala'nın nemətləri saysız, hesabsızdır. Və Allah Teala qullarını yoxdan yaratmış və onlara nemətlər bəxş etmiş və onları imana hidayət etmiş və yaxşı əməllərinə görə mükafatlandırmışdır. Fəmən ya'məl mithqalə zərrətin xayran yara. Yəni kim zərrə qədər xeyir əməl edərsə onu görəcəkdir. Və mən ya'məl mithqalə zərrətin şərran yara və zərrə qədər şər pis əməl edərsə onu da görəcəkdir. Və buna görə də insan bu nemətlərin qarşılığı olaraq və nemətləri düzgün dəyərləndirmədiyi üçün tövbəni çoxaltmalı. Və xüsusən də qarşıda mübarək Ramazan ayı gəlir və yeni tövbə ilə və istiğfarı çoxaldaraq bu aya girməli və ən əfsəl əməllərlə təmir etməliyik. Və həmçinin Allah Teala'nın buyurduğunu gerçəkləşdirməyə çalışmalıyıq. Allah Teala buyurur: "Ya eyyuhellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc fərz edildiyi kimi, yəni sizə də fərz edildi ki, təqvalı olasınız. Yəni bu olduqca mühüm məsələdir, bunu anlamaq, yəni orucun nə üçün fərz edildiyini bilmək. Yəni təqvanın əldə olunmasıdır. Yəni insan hikməti biləndə, ibadətdə olan hikməti dərk edəndə artıq o ibadəti daha yaxşı yerinə yetirməsinə səbəb olur. Yəni artıq o əməl ibadətə çevrilir. Və buna görə deyilir ki, yəni oruç tutanlar çoxdur, amma nə üçün oruç tutduğunu bilənlər azdır. Və ona görə insan biləndə ki, oruç tutmasıyla, əgər orucu düzgün tutarsa təqvanı əldə edir və çalışacaq ki, tələb olunan şəkildə oruc tutsun ki, təqvanı əldə etsin. Və həmçinin insan əmrlərə riayət edir. Və oruc zamanı əsasən də insana qadağan olunan işlər hansılardır? Özü özlüyündə halal olan işlərdir. Yeməkdir, içməkdir. Özü özlüyündə halal olan işlərdir. Və insan bunlardan çəkinir. Və bu da insanda təqvanın yaranmasına səbəb olur. Necə? Və görə insan nə qədər diqqət yetirir. Ramazan ayında oruç tutduğu zaman, yəni orucun pozulmaması üçün nə qədər ehtiyat edir, diqqət yetirir. Bir damcı belə suyun keçməsinə fikir verir ki, boğazından bir damcı su keçərsə, yəni orucu pozula bilər. Və bu insanda bir sual yaradır ki, əgər mən bu qədər diqqət yetirirəm və yəni özü özlüyündə halal olan işlərdən bu cür çəkinirəmsə, məqsəd nədir? Allahın rizasıdırsa, onda digər özü özlüyündə haram olan işlərdən necə çəkinməliyəm? Yəni beləliklə, yəni bu ay insanı tərbiyələndirir. Yəni Ramazan ayı bir mədrəsədir. Ramazan ayı bir mədrəsədir. Əgər insan düzgün orucları tutarsa, yəni yaxşı şəkildə, yaxşı qiymətlə, yəni məzun olar. Yəni təqvanı əldə etməsinə səbəb olar. Ona görə burada açıq aydın. Yəni elə ibadətlər vardır ki, orada yəni vurğulanmayıb. Amma elə ibadətlər orada hikmət vurğulanır və burada da açıq aydın hikmət vurğulanır ki, لَعَلَّكُمْ تَتَّقُونَ, yəni sizin təqvalı olmağınız üçün buyurulmuşdur. Yəni bu deməkdir, insan orucu düzgün şəkildə tutarsa, yəni təqvanı əldə etməsinə səbəb olur.
Yəni insan dünya həyatında, yəni hər bir əməl edən öz əməlinin, yəni bəhrəsini, izini görür və öz çalışmasının, səyinin səmərəsini dərir və o insan ki, əməl etmir, çalışmır və heç nə, yəni dərmir. Və o insan ki, cinayət törədərək nəsə əldə edir, yəni ruzisini cinayət törədərək qazanırsa, o cinayətinə görə cəzalanır. Və o insan ki, əməlini gözəl şəkildə edir və öz qazancına görə də sevinir və öz yaşayışının ləzzətini hiss edir. Və Allah Teala buyurur ki, "Kullən numiddu haulay və haulay min ata'i rabbik." Yəni biz hər birisinə veririk. Yəni Allah Teala möminlərə də, müsəlmanlara da bəxş edir və kafirlərə də, yəni ruzidən verir. Sadəcə o ruzinin necə gəlməsidir, hansı yolla gəlməsidir. Doğru yolla gələrsə insan ona sevinir. Əgər düzgün yolla onu əldə etməzsə, ona görə onun üçün cəza vardır. Və həmçinin insanın bu dünya həyatında, yəni uğur qazanma yolu əmələ bağlı, müəyyən əməlin səbəblərinə bağlıdır. Və həmçinin insanın axirətdə də uğur qazanması, nicat əldə etməsi müəyyən səbəblərə görədir. İman və salih əmələ görədir. Yəni insanın axirətdə uğur qazanması imansız və əməlsiz ola bilməz. Bu açıq aydın xusran sayılır. Necə ki Allah Teala buyurur: "Mən ya'mal su'an yuczabih." Yəni kim bir pis əməl edərsə onun qarşılığını görəcəkdir. "Və la yecid lehu min dunillahi veliyyan və la nasira." Və o özü üçün Allahdan başqa heç bir vali, yəni havadar və yardımçı tapmaz. "Və men ya'mal minas-salihati min zakarin aw unsa və huve mu'min, fe ulaika yedhulunal cennete və la yuzlamuna naqira." Yəni kim salih əməl edərsə, kişi və yaxud da qadın mömin olduğu halda, iman gətirdiyi halda onlar cənnətə daxil olacaq və onlara əsla zülm olunmayacaqdır. Yəni Quranda da əməllərə görə mükafatın verilməsi haqqında çoxlu ayələr vardır. Yəni insanın əməli onun rahatlığına və yaxud da ziyana uğranmasına səbəbdir. Yaxşı əməl onun rahatlığına, pis əməllər onun ziyana uğranmasına səbəbdir və qiyamət günü də insan əli ilə qazandıqlarının nəticəsini biçəcəkdir, dərəcəkdir. فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا. Yəni Allah Teala buyurur ki, bu gün, yəni qiyamət günü heç kəsə əsla zülm olunmayacaqdır. وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ. Və yalnız etdiklərinizin qarşılığını görəcəksiniz. Və Quranda əməllərə görə mükafatın olması açıq aydın zikr olunur. Həm cənnət əhli haqqında və həmçinin cəhənnəm əhli haqqında. Allah Teala cənnət əhli haqqında buyurur ki: "Liyecziyellezina amanu və amilussalihat ulaika lehum mağfiratun və rizqun kerim." İman gətirib salih əməl edənləri mükafatlandıracaq. Onlar üçün məğfirət və gözəl ruzi vardır. Və digər ayədə isə buyurur ki: "Fəəthəbəhumullahu bimə qalu." Allah Teala dediklərinə görə, söylədiklərinə görə ağacları altından çaylar axan cənnətlərlə mükafatlandırmışdır. Xalidinə fiyhə, onlar orada əbədi qalacaq. Və dəlikə cəzaul muhsinin, və bu da muhsinlərin, yaxşı əməl edənlərin mükafatıdır. Yəni buradan əlavə bir fayda olaraq bu ayədən, yəni diqqətlə fikir versək görərik ki, fəəthəbəhumullahu bimə qalu. Yəni Allah Teala dediklərinə görə, danışdıqlarına görə, söylədiklərinə görə onları cənnətlə mükafatlandırmışdır. Başqa ayədə, yəni həmən surədə buyurur ki: "وَلُعِنُوا بِمَا قَالُوا." Onlar dediklərinə görə, söylədiklərinə görə lənətləndilər. Və bu ayədə dediklərinə görə mükafat oldu. Burada isə yəni danışıqlarına görə, söylədiklərinə görə lənətləndilər. Deməli, cənnət də, cəhənnəm də elə bil ki, insanın danışıqlarının bir nəticəsidir və bu da onu bildirir, insan danışığına
fikir verməlidir. Deməli, onlar o kəslərdir ki, qəlblərini təmizləmişlər iman və tövhidlə və həmçinin əzalarını isə salih əməllərlə təmizləmişlər. Və buna görə də cənnət onlar üçün olmuşdur. Onların mükafatı nəyə görə? Həm qəlblərini və əzalarını təmizlədiklərinə görə. Cənnətu adnin təcri min təhtihəl ənharu xalidinə fiyhə və zəlikə cəzəu mən təzəkkə. Adin cənnətləri, ağacları altından çaylar axan Adin cənnətlərində onlar əbədi olaraq qalacaqlar. Və bu da təmizlənənin mükafatıdır, təmizlənənin. Yəni qəlbini çirkabdan və əzalarını da asiliklərdən təmizləyənlərin mükafatıdır. Və həmçinin onların salih əməllərə olan mükafatı da böyükdür, əzəmətlidir. Yəni heç bir gözün görmədiyi, qulağın eşitmədiyi və bəşər qəlbinin duymadığı mükafatlar vardır. Necə ki Allah Teala Səcdə surəsində buyurur ki: "Fələ ta'lemu nefsun ma ukhfiya lahum min qurrati a'yunin cəzaən bima kanu ya'malun." Yəni heç bir nəfs, yəni heç bir kəs onlar üçün nə kimi göz oxşayan nemətlərin hazırlandığını bilmir onların etdiyi əməllərə görə. Və xüsusən də bu ayə nə vaxt gəlir? Gecə namazından sonra. Yəni tətəcəfə cunubuhum anil madaci'i yəd'un rabbahum xawfan və tama'a. Yəni onların yanları yataqlarından qalxar gecə vaxtı. Onlar ümid və qorxu içərisində Rəbbinə dua edərlər. Və mimmə razaqnahum yunfiqun və onlara verdiyimiz ruzidən onlar xərcləyərlər. Və sonra Allah Teala buyurur ki: "Fələ ta'lemu nefsun ma ukhfiya lahum min qurrati a'yunin cəzən bima kanu ya'malun." Və heç bir nəfs onlar üçün gizlədilib saxlanan nemətlərin nə olduğunu heç bir kəs bilmir. Və buradan alimlər fayda olaraq çıxarır ki, onların əməlləri gizli olduğu üçün mükafatları da gizlədilmişdir. Yəni elə mükafatlar var ki, Allah Teala onları Qur'anda bildirir və hədislərdə gəlir. Və gizlədilənlər onlardan daha böyükdür, daha üstündür. Və bunların da mükafatı gizlədilərək saxlanılmışdır. Nəyə görə? Onların əməllərinə qarşılıq olar. Çünki onların əməlləri də gizlində edildiyinə görə. Və bəzən zəngin insanlar, malları çox olanlar və özlərində hər hansı bir ehtiyac duymayanlar qürrələnir və bəzən evladları çox olanlar da qürrələnir ki, qiyamət günü onlara bu fayda verəcək, malı, dövləti və yaxud da evladları. Yəni Allah Teala Qur'anda bunu aradan qaldırır. Və buyurur ki: "Və əmvalukum və əvladukum billati tuqarribukum indana zulfa illa men amana və amila salihan." Nə sizin mallarınız, nə evladlarınız, yəni bizə yaxınlaşdırmır. Yalnız iman gətirib salih əməl edənlərdən başqa. Yəni insanı Rəbbinə yaxınlaşdıran imanı və salih əməlidir. Fəulaikə ləhum cəzəu-d-dı'fi bimə amilu və hum fil ğurufati aminun. Yəni onlar üçün etdiklərinin qat-qat artıq mükafatı vardır. Onlar otaqlar içərisində, əmin-amanlıq içərisində olacaqlar. Əməllə yanaşı insanın niyyətinin yaxşı olması da arzusuna çatmasına səbəbdir. Və arzu da deyildiyi zaman insanın da əsas möminin arzusu nədir? Allahın rizası və Allahın cənnətidir. Və illə fə innə mən amilə linnəs. Və o ki qaldı insan deyir, başqaları üçün, insanlar üçün əməl edərsə, mükafatın verilməsi üçün onlara həvalə edilər. Və onlar da heç bir mükafat verə bilməzlər. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Allah Teala belə buyurdu: "Ənə əğnəş şürakəy anişşirk." Mən şəriklərin şirkə ehtiyacı olmayanıyam. Mən amilə amələn əşrəkə fihi mə'i qeyri.
Taraktuhu və şirkə. Yəni kim bir əməl edərsə, o əməldə başqasını mənə şərik qoşarsa, onu və şərik qoşduğunu tərk edərəm. Və Allah Teala itaat edənlərin mükafatını zikr etdiyin zaman və onların vəsflərindən zikr edir ki, yemək yedirmək. Vəlakin it'amu leysə li əcli thəvabil bəşər. Lakin onların yemək yedirməsi insanlar tərəfindən mükafat əldə etmək üçün deyildir. Və yaxud da filan kəs necə də səxavətlidir, cömərtdir deyilməsi üçün deyildir. O Allah üçündür. Necə ki Allah Teala buyurur: "İnnemâ nut'imukum livecihillah, la nuridu minkum cezâen ve la şukura." Və onlar deyər ki, biz sizi yalnız Allah üçün yedirir, sizdən nə mükafat, nə də təşəkkür gözləyirik. Hətta insan etdiyi yaxşılığa görə başqasından təşəkkür belə, sağ ol belə gözləməməlidir. Və Ramazan ayında da yəni yemək yedirməkdir və iftar süfrələri çoxalır və buna görə də yəni bunu edən insanlar riyadan çəkinməlidirlər. Və bunu yalnız Allah üçün etməyə çalışmalıdırlar. Və həmçinin digər ayələrdə səbir həmçinin mükafat olaraq gəlir. Çünki yaxşı əməli etmək, günahdan çəkinməyin də səbrə ehtiyacı vardır. Ulaikə yeczaunal ghurfata bima sabaru və yulaqqawna fiha tahiyyatan və salama. Yəni onlar mükafat olaraq onlara ucqar güşələr, otaqlar veriləcək. Nəyə görə? Bima sabaru, səbr etdiklərinə görə. Və həmçinin onlar salamla qarşılanacaqlar. Və cəzahum bima sabaru cənnətən və harira. Və Allah Teala onları səbr etdiklərinə görə cənnət və ipəklə mükafatlandırmışdır. Yəni onların etdiyi yaxşılıqlar Allah qatında yoxa çıxmır. Ləhum mə yeşaun ində rabbihim. Onlar üçün Rəbbi qatında istədikləri vardır. Zəlikə cəzaul muhsinin və bu muhsinlərin mükafatıdır. Əməllərə görə mükafatın verilməsi sabitdir və həmçinin qarşılığın, cəzanın da verilməsi bu da ayələrdə sabitdir və cəhənnəm əhli haqqında fələm yadlimhumullah Teala hin əzzəbəhum, yəni Allah Teala onlara əzəb verdiyi zaman onlara zülm etməmişdir. Əksinə Allah Teala öz ədaləti ilə onlarla davranmış və onların dünyada etdiyi əməllərin qarşılığı olaraq verilmişdir. وَالَّذ۪ينَ كَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ حَبِطَتْ أَعْمَالُهُمْ. O kəslər ki, bizim ayətlərimizi yalan saymış, axirətdə olan görüşməyi yalan sayıblar, təksib ediblər. Onların əməlləri yoxa çıxmış. Həl yüczəvnə illə mə kənu ya'malun. Məgər onlar etdiklərinin qarşılığını almırlarmı? Və həmçinin başqa ayədə buyurur, onların küfürlərinin qarşılığı olaraq cəzəən vifaqa. Yəni bu verilən cəzalar müvafiq bir cəzadır. Yəni biz onları əməllərinə müvafiq bir cəza ilə cəzalandırdıq. Və münafiqlər haqqında isə Allah Teala buyurur ki, İnnəhum ricsun və mə'vahum cəhənnəmu cəzəən bimə kənu yeksibun. Onlar murdardırlar. Onların məskəni cəhənnəmdir, qazandıqlarının cəzası olaraq. Yəni iblis, şeytan, Adəm və zürriyyəti haqqında deyir ki, Ərəaytəkə hədəlləzi karramtə aleyyə. Sənin məndən üstün etdiyin, bu hörmətləndirdiyini لَاِنْ أَخَّرْتَنْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّةُ إِلَّا قَلِيلًا. Qiyamətə qədər mənə möhlət versən, onun zürriyyətinin hamısını azdıracağım. Az bir qismi istisna olmaqla. Və Allah Teala buyurur ki, İzhəb fəmən təbi'əkə minhum fə innə cəhənnəmə cəzəukum cəzəun məvfura. Sən get, sənə tabi olanlardan, onlardan kim sənə tabi olsa, onların cəzası cəhənnəmdir. Yəni onların və sizin cəzanız tam şəkildə bir cəhənnəmdir. Və necə ki ihsan əhlinin, yaxşılıq edənlərin mükafatı cənnət olduğu kimi. Vəllezîne kəsəbus-seyyiəti cəzəu-seyyiətin bimithliha. Yəni pis əməl edənlərin cəzası onların qazandıqlarına görə
eyni yəni şəkildə qarşılığı verilir. Və tərhaquhum zillə, onları zəlillik bürüyəcəkdir. Mə ləhum minallahi min asim, Allahdan onları qoruyacaq bir kimsə olmayacaqdır. Kəənnəmə uğşiyyət vucuhum qita'an minəl-leyli muzlimə ulaikə ashabun nar. Hum fiha xalidun. Elə bil ki, onların üzləri qaranlıq bir gecə parçasına bürünüb və onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. Və onların ikisini Allah Teala bir ayədə cəm edərək buyurur ki: "Valillahi ma fis-semavati və ma fil-ard." Göylərdə və yerdə nə varsa hamısı Allaha məxsusdur. "Liyecziyellezina əsau bima amilu." Yəni pis əməl edənlərin əməllərinin qarşılığını vermək üçün və yecziyellezina ahsanu bil-husna və yaxşı əməl edənlərin mükafatını isə gözəl şəkildə və yaxud cənnət vermək üçündür. Və həmçinin yəni Allah Teala'nın mükafatlandırması mömin bəndələrinə qarşı daha üstündür və onları ən gözəl əməllərinə görə mükafatlandırır. Necə ki Allah Teala buyurur: "Vellezina amanu və amilussalihati lenukeffiranna anhum seyyiatihim." İman gətirib salih əməl edənlərin günahlarından keçəcək. "Və lenecziyennahum ahsanellezî kanu ya'malun." və onların etdiyi əməlləri ən gözəl şəkildə mükafatlandıracağıq. Və həmçinin kafirləri də Allah Teala ən şiddətli şəkildə, yəni cəzalandıracaq etdiyi əməllərin ən pisinə görə, yəni o da küfürlərinə görə. Yəni Allah Teala yəni salih əməl edənlərə onların ihsanına görə mükafatlandırır, onlara rəhm edir və kafirləri isə onların etdiyi küfürlər və asiliklərin isə qarşılığını verir. Yenə qeyd olunduğu kimi Allah Teala'nın kafirləri cəhənnəmə salmasında heç bir yəni zülm yoxdur. Bu tam ədalətdir. Və cənnətə daxil etməsi isə bu da mükafat deyildir, yəni qarşılıq deyildir. Yəni çünki cənnətin qiyməti yoxdur. Cənnətin qiyməti yoxdur. Yəni Allah Teala mömin bəndələrini cənnətə öz rəhməti ilə daxil edir. Ramazan ayı da yəni geniş bir meydandır salih əməl üçün. Ahirətin böyük bazarıdır. Və həmçinin buradakı qazanclar da elə bil ki, zəmanət olunmuş bir qazanclardır. Yəni insan başqa ticarətə girir, bilmir ki, orada necə olacaq. Yəni uduza da bilər, qazana da bilər, qazansa da yəni qazanc böyük olmur. Amma burada qazanclar da böyükdür və həmçinin garantilidir buradakı qazanclar. Vəl-a'malu fi mahfuz və həmçinin əməllər də qorunur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "İzə dəxalə Ramazan futtihat abwabul cənnə." Ramazan daxil olduğu zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar qandallanar. Ramazanda cənnət qapıları açılması, cəhənnəmin qapıları bağlanması, yəni insanların Allahı razı salacaq etdiyi salih əməllərə görədir. Ramazan ayı deməli bir meydandır salih əməllərin yerinə yetirilməsi üçün və burada əsas ediləcək əməl orucdur və ən uca əməllərdəndir. Çünki oruç tutan insan öz nəfsi istəklərini Allah üçün tərk edir. Necə ki Allah Teala buyurur: "Kullu amel ibn Adem lehu." Adəm övladının hər bir əməli onun üçündür, orucdan başqa. "Fe innehu li." O mənim üçündür və ana eczibi. Onun mükafatını mən verəcəyəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "Mən samə Ramazana imanan və ihtisaban." Kim Ramazan orucunu inanaraq və savabını Allahdan umaraq tutarsa, onun keçmiş günahları bağışlanar. Demək, burada inanaraq, yəni onun fərziyyətinə, fərz olmasına iman gətirməli və eyni zamanda ihtisab olmalıdır ki, günahlar bağışlansın. İhtisab da qeyd olundu ki, riyadan uzaq olduğu halda Allah üçün tutmalı və həmçinin rəğbətlə, könül xoşluğu ilə, yəni o Ramazan ayının günlərini uzun görmədən, ağır görmədən, çətin görmədən tutarsa, bu mükafatı əldə edir, yəni keçmiş günahları bağışlanır. Və həmçinin Ramazan ayı sədəqə üçün də bir meydandır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən cömərdi idi və Ramazan gəldiyi zaman daha cömərd olardı. Hədisdə də gəlir ki, əsən küləkdən daha cömərd olardı. Və bura aid insan yemək yedirməsi, su verməsi və iftar verməsi də bura aiddir.
və həmçinin Ramazan ayı Quran oxumaq üçün də yenə bir meydandır və Quran da Ramazan ayında nazil edilmişdir. Şəhru Ramazanəl-ləzi unzilə fihil Quran. Ramazan ayı ayıdır ki, bu ayda Quran nazil edilmişdir və Cəbrail əleyhissalam bu ayda hər gecə Peyğəmbər sallallahu aleyhi və səlləmdən Qur'anı müdarəsə edərdi. Elə bir ki, təhvil alardı. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm oxuyar və Cəbrail əleyhissalam dinləyərdi və bu da həmçinin Quranın xüsusiyyətinə dəlalət edir. Və həmçinin bu ayda təravih namazları qılınır Ramazan ayında. Yenə bu barədə hədis var ki, "Mən qamə Ramazana imanən və ihtisaban, ğufira lehu ma taqaddama min zənbi." Yəni kim Ramazanın gecələrini inanaraq və savabını Allahdan umaraq keçirərsə, keçmiş günahları bağışlanar. Və üçüncü hədis də vardır. Kim Qədir gecəsini iman gətirərək və savabını Allahdan umaraq. Demək, üç hədis yəni eyni ləfzlərlə gəlir. Orucu tutarsa, Ramazanın gecələrini qiyamda keçirərsə və bir də Qədir gecəsini. Onun keçmiş günahları bağışlanar. Yəni əgər ihtisab olarsa və imanla bunu edərsə. Əgər biri ötdüsə, insan ikincisini ötürməz. Əgər ikincisi ötərsə, üçüncüsünü ötürməz. Əgər üçüncüsü də ötdüsə, insan artıq məhrumlardan sayılır. Çünki hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Fihi leylə." Ramazan ayında bir gecə vardır. O 1000 gecədən daha xeyirlidir. Mən hurimə xeyra fəqad hurimə xeyran kəsirə. Kim onun xeyrindən məhrum olarsa, o çox xeyirlərdən məhrum olmuşdur. Və buna görə də insan bu ayda əməllər edəcəyinə, əməlləri çoxaldacağına qəti niyyət etməli, əzm. Yəni, qəlbini ona qəti şəkildə niyyətlə bağlamalıdır ki, bu əməllərə müvəffəq ola bilsin. Və həmçinin bu ayda edilən əməllərdən ümrədə əgər insan müvəffəq olarsa, bunun da savabı böyükdür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həccə və yaxud da mənimlə edilən həccə bərabərdir. Yəni bu əməllər ona dəlalət edir ki, Ramazan ayı salih əməllər üçün bir meydandır və həmçinin bir mövsümdür. Bir mövsümdür. Allah Teala qullarına öz lütfünü, mərhəmətini, məğfirətini yəni bəxş edir və insan gərək bunu zay etməsin və buna qarşı səhlənkar yanaşmasın və bu qonağı gözəl şəkildə qarşılamağa çalışsın itaətlərlə və günahlardan çəkinmiş halda və həmçinin tövbə ilə və qəlbini təmizləmiş halda. Bununla kifayətlənir. Allah Teala hər birimizi xeyirlərə müvəffəq eləsin. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və səlləm.